Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Ağdam rayonunda əkin sahələrinin suvarılmasını davam etdirir. Bunun üçün idarə meliorativ tədbirlərini uğurla aparır. Bu xidmətlərin aparılması üçün idarənin balansında olan 1143 subartizan quyusu, 6 nasoslu stansiya, 4 su yığıcı göl, 11 kəhriz və qaynamalar, 365 km suvarma kanalları və 186 ədəd hidrotexniki qurğu mövcuddur. Durduğumuz ərazi rayon atçılıq təsərrüfatı ərazisidir. Burada 61,7 kilometr diren kollektor şəbəkəsi vardır ki, hal-hazırda durduğumuz ərazidə bir kubunda 4,5 kub lildən təmizləmə işləri aparılır ki, cəmi ərazidə 51 min kub lildən təmizləmə, yəni 17 kilometr lildən təmizləmə işləri həyata keçirilmişdir. Eyni zamanda atçılıq təsərrüfatının su sistemində heç bir çətinliyimiz yoxdur. Qarabağ kanalından 2,5 kub saniyədə ay ərzində su götürürük ki, oranın bir kubunu ancaq atçılıq təsərrüfatının suvarılmasında istifadə edilir. Torpaqların şoranlaşmasının qarşısının alınması istiqamətində idarə tərəfindən kollektor drenaj şəbəkələri də lildən təmizlənir. Hazırda Qarabağ atlarının saxlanıldığı ərazidə də kollektorlar təmizlənir ki, bu da ətraf ərazilərin münbitləşməsinə və yem ehtiyatının artmasına səbəb olur. Qarabağ Atçılıq Zavodu Ağdam rayonunun Evasanbəli kəndində 1949-da təşkil olunmuşdur. Ağdam Atçılıq Zavodu kimi. 93-cü ildən bu atlar məlum səbəblərə görə, qaçqın düşdüyünə görə bura Ağdam Atçılıq Zavodunun qışlaq sahələri olubdur və buralar hamısı şoran torpaqlar olurlar. Cənab Prezidentin göstərişi ilə 2014-cü ildə burada böyük bir kompleks tikilibdir. Azərbaycan xalqının genofonda olan Qarabağ atçılıq atlarının yetişdirilməsi üçün və saxlanılması üçün. Və o cümlədən Cənab Prezidentin göstərişi ilə bu torpaqların münbitləşdirilməsi üçün böyük işlər görülübdür. Bugün də gördüyünüz kimi gözəl əkin sahələrimiz var. Hazırda Ağdam rayonunda suvarmanın aktiv dövrüdür. Pambıq və digər əkin sahələrinin suvarılması normalara uyğun aparılır. İlin əvvəlində subartizan quyuları və nasos stansiyalar vasitəsilə çıxarılan sudan istifadə etməklə 57.350 hektar kənd təsərrüfatı bitkiləri orta hesabla 1,5 dəfə suvarılıb. 300 hektar bu illəri pambıq əkmişəm mən. Onun 20 hektarı bu gördüyünüz bu sahədir. 280 hektarı başqa-başqa yerlərdə, amma bir massivdə burada 20 hektar pambığımız var. Pambığımız da özünüz görürsünüz. Yaqin ki, inşallah ki 50 sentinerlə biz bu illər buradan pambıq götürərik. Prezidentimizin çağırışı bizi çox böyük ruhlandırdı. Allah prezidentimizin canını sağ eləsin. Biz fermer kimi bizim dolanışıq yerimiz bu təsərrüfatdır. Suyu biz elə təsəvvürünüzə gətirin ki, elə sahələrimiz var ki, bir sahədə bir günə 5 hektar yer suluyoruz. Su problemlərimiz yoxdur. Nasos stansiyanın suyudur bu su. Nasos stansiyadan vurulur bu su. Suyumuz boldur. Su sarı problemimiz yoxdur. İstəyir artsanların qarşısında mən başqa kətlərdə belə pambıq əkmişəm. O başqa kətlərdə də vəziyyət su sarı problemimiz yoxdur. Görünən yerə nə bələk ki, su yerin Allahıdır. Bunun hamısı su sahəsində əmələ gəlir. Buna görə öz prezidentə minnətdarımızı bildiririk ki, bu əmin-amanlığı bizim üçün, bu şəraiti bizim üçün yaradıb ki, biz bu kənd cəmaatına göstərilən qayğının nəticəsidir ki, suyumuz boldur. Ona görə də biz yüksək məhsul əldə edirik. Yenə bu göstərilən qayğının nəticəsidir ki, bunu əldə eləmişik də bu. Pambıqdan başqa taxıl da əymişik. Taxılımız da çox yaxşıdır, çox yüksək məhsuldarlıq əldə eləyirik. Arpadır, mən şəxsən özüm arpa əymişdim. Və həmən elə suyun nəticəsidir ki, onu da yüksək məhsul əldə eləmişəm. 40-45 setiner arpa götürmüşəm. Pambığa da ki, genə suyumuz boldur. Haradasa 45-50 setiner pambıq əldə eləyəcəyik. İdarə tərəfindən 1154 hektar pambıq sahəsində arat, 411 hektarda isə səb suvarma aparılır. Ümumilikdə rayonda 1565 hektar pambıq sahəsi əkilib ki, 225 hektarda birinci vegetasiya suvarması aparılıb. Üzərində durduğumuz kanal Əfətli Qaradağlı kanalıdır ki, mənbəyini Qarqar çayından götürür və eyni zamanda bir məlumat çatdırım ki, Ağdam rayonu ərazisindən keçən Qarqar və Xaçın çaylarında bizdə sel suları oldu və sel sularının maneəsiz ötürülməsinə biz nail olduq. Eyni zamanda
üzərində durduğumuz Qaradağlı Əfətli kanalıdır ki, həmən Əfətli Qaradağlı kanalından hal-hazırda 1.2 kub su keçir və qarşısında 1200 hektar sahənin suvarılmasına xidmət eləyir. 2026-cı ildə 16 subartezyan quyusunda əsaslı təmir işləri aparılması nəzərdə tutulub ki, tenderlər keçirilib, iş yerləri artıq müəyyəndir, subartezyan quyuların reperi ilə müəyyəndir, bütün layihə smeta məsələləri hazırdır. Qeyd edək ki, Ağdam su meliorasiya sistemlərinin istismarı idarəsi Ağdam rayonunun 39 min hektara yaxın torpaq sahəsində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirir. Onu da əlavə edək ki, rayon ərazisində Qarqar və Xaçın çaylarında sulluluq dövründə sel suları maneəsiz ötürülüb. Heç bir fəsad baş verməyib. Sel sularından suvarmada səmərəli istifadə olunub.